Sən də yarı yolda qoydun da məni. Vaxtında səsinə qulaq assaydın, yarı yolda qoymazdın. Nə bilim, dedim maşın da gedər. Səncə maşını deyirəm mən? Dəmir parçasıdır. Başına gözünə döyüb düzəldəcəksən. Bax, o cümlədəki də var ha. Məsələ odur. Deməli, birinci dəfədə yarı yolda qalmamsan, amma həll nəticə çıxarmırsan. Neynəməliydim ki? Bax, həyat da bir sürdüyün maşın kimidir. Birinci yorulursan, səni sıxır, hər şey ağır gəlir. Sən deyirsən ki, keçər. Sonra da nəfəsin kəsdir, qalırsan yolun ortasında. Onda məcbur güclü görünüb davam eləməliyəm də. Elə bilsən güclü adamlar yorulmur. Elə ən çox onlar yorulur. Amma hər dəfə yorulanda söykəncəyə dayaq axtarmırlar. Çünki həmişə yorulanda söykənməyə dayaq axtaran adam axırda ayaqlarının olduğunu danır. Yəni deyirsən ki, bu həyata bil bağlamaq olmaz. Yadında saxla. Həyat heç kimi axıra qədər daşımır. Gərək birinci özünü çabalayasan. Bir də işıqların altında yerimək hünər deyil. Hünər qaranlıqda yolunu itirməməkdir. Amma sən yenə də qaranlığa qalma. Maşın hazırdır.